Bakıda evli qadını şantaj edən şəxs həbs olundu. Əziz izləyicilər, dünyada və ölkədə baş verən ən son xəbərlərdən xəbərdar olmaq üçün Manşet azı TikTokda və Instagramda izləməyi unutmayın. Belə ki, Bakıda qadını intim görüntüləri ilə şantaj edən, eləcə də 2 nəfərə qarşı dələduzluq əməli törətmiş şəxs cinayət məsuliyyətinə cəlb olunub. Manşet az xəbər verir ki, Sumqayıt şəhər sakini 2004-cü il təvəllüdlü Mirzə Osmanova Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. Məhkəmə onu cinayət məcəlləsinin 178 və 182.2.2-ci maddələri üzrə təqsirli hesab edilməsinə hökm edib. Məlum olub ki, Mirzə Sumqayıtda 2 tanışının iPhone markalı telefonunu dələduzluq yolu ilə ələ keçirib. O, həmçinin TikTok sosial şəbəkəsində paytaxtın Binəqədi rayonunda yaşayan Mirvari adlı qadınla tanış olub. Mirzə tanış olduğu Mirvari ilə bir gün sonra qadının yaşadığı evdə görüşüb. Daha sonra görüşlər mütəmadi xarakteri alıb. Həmin vaxt Mirvarinin əri, övladı və qaynı digər otaqda yatmış vəziyyətdə olub. Görüşlər vaxtı kişi onun görüntülərini telefonla lentə alıb. O, sonra görüntüləri yayacağı hədəsi ilə evli qadını qorxudub. Binəqədi qəsəbəsi, mərkəz adlanan ərazinin yaxınlığında ondan 1080 manat pul, bir cüt 200 manat dəyərində qızıl sırğa və bir ədəd 20 manat dəyərində qol saatını alıb. Sonra isə hədələyərək kartına 300 manat pul göndərməsinə nail olub. Tətillərə davam edən Mirzə növbəti dəfə qadından 2000 manat pul istəyib. Şantajın davamlı olduğunu görən həmin bu evli qadın sonra bu barədə digər tanışına məlumat verib. Onlar birlikdə polis şöbəsinə gedərək məlumat veriblər. Polisin keçirdiyi tədbirlərlə Mirzə Osmanov Binəqədi rayonu Azadlıq metrosunun yaxınlığında görüş yeri təyin edilən ərazidə pulları alarkən tutulub. Məhkəmənin hökmü ilə 22 yaşlı Mirzəyə 6 il həbs cəzası verilib. Əziz izləyicilər, bax bu məsələdə siz necə düşünürsünüz? Günahkar Mirzədir, yoxsa həmin bu evli qadın? Çünki məlumatdan da gördünüz, evli qadın öz həyat yoldaşı, övladı və qaynı olduğu müddətdə də evə həmin bax bu Mirzəni çağırıb və onunla görüşüb. Yəni adam söz tapa bilmir. Xahiş edirəm, rəylərdə öz fikirlərinizi mütləq qeyd edin.